Salamlayıram əziz izləyicilər sizləri, əziz tamaşaçılar, bizi izləyən hər kəs. Çox insanda yayılmış bu sual da verilir ki, bədəndə kitab dilində rəhbərək kəpəklənən dəmirov deyirlər, əlvan dəmirov deyirlər. Çox insanda, istəyir uşaqda, böyükdə, yaşlısında, qadınında və kişisində həmən o bədənin üzdə, boyunda, ən çox sinədə, kürəkdə, qollarda dərinin müxtəlif rənglərə çalan biraz da qaşıntılı forması olur, kəpəklənir. Xoşa gəlməyən bir görüntü olur. Bax, bu rəhbərə kəpəklənən dəmirovdur. Və müraciət edirlər ki, doktor, bizə hansısa bir göbələk ərinə krem yazılmışdı, salsil turşusu 2% ya vururuq, çəkirik, gedir, amma bir də qayıdır. Düzdür, müalicə taktikası düzgündür. Əlbəttə, birinci növbədə təyin olunmalıdır ki, immun sistemi nə vəziyyətdədir, orqanizmin düzgün dəyərləndirilməlidir. Amma həmən o salsil turşusu 2%dir və göbələk əriyində hansısa bir krem, göstərə bilərik birini, onu bir ay dayanmadan istifadə edəcəksiniz. Səhər, axşam istifadə edəcəksiniz və hətta bunu da əlavə edeyim, o səpkilər yarandı, yaranmadı, bir il boyunca hər fəsildə bir ay istifadə olunacaq. Yəni bir ildə 4 dəfə. Beləliklə, siz bu xəstəlikdən canınızı tam qutara bilərsiniz. Allah amanda olun.